bu həftə qonağım avtomobil eksperti, sizin də çox yaxşı tanıdığınız Tural ustadır. Tural, xoş gördük. Necəsən? Salam aleykum, çox sağ olun. Siz necəsiniz? Siz də xoş gördük. Bu həftə həqiqətən də çox gözəl bir yanaşma olub. Deyərdim ki, bugünkü gündə dünya bazarında olacaq. Sözünü demiş bir avtomobillər haqqında dedik ki, bir azca sizlərə də məlumat verək və ən əsası da bazarda sözünü demiş avtomobillər sırasında olacaq elektromobillər haqqında. Qısaca bir məlumat verərik və digər növbəti İnşallah ki, çəkilişlərimizdə ətraflı məlumatlar verərik istəsəniz əgər. Bugün biraz tamaşaçılarımızın istəyi ilə istədim ki, sən özün tək danışasan. Çünki bizə çox suallar gəlir bu elektromobillərlə bağlı, ümumi avtomobil bazarı, Azərbaycan avtomobil bazarı ilə bağlı çox suallar gəlir ki, ekspertiniz Tural usta bunları cavablasın. İndi buyur görək, bu günlərim Azərbaycan avtomobil bazarında ən çox nələrə üstünlük verirlər və nələrə üstünlük verməliyik? Mən ümumi deyərəm ki, məntiqlə düşünsək, dünya üzrə, ümumi dünya üzrə olaraq Çin istehsalçı tərəfindən Çin ölkəsi bütün dünyada illərlə bəzi texnologiya cəhətdən bizdən çox qabaqdadır. Bəli, onların da zəif yerləri var, zəif nöqtələri var. Yəni onlara da alandan sonra xidməti, qulluğu belə deyim, düzgün yerinə yetirməlisiniz. Yetirmədiyi təqdirdə müəyyən problemlər olur. Nə kimi xidmət göstərmək lazımdır ki, o elektromobillərə nə kimi xidmət göstərmək lazımdır ki, həm səni yolda qoymasın, həm də uzun ömürlü olsun? İlk növbədə olaraq avtomobil həmən danışdığımız bizim elektromobillər bataryadan qidalanırlar. Bu bataryalar normal qidalanmadığı halda olarsa əgər, bataryadan da qidalanma bütün elektronikanı oradan qidalandırır. Belə izah edim ki, sizə. Mühərrik hissəsi də, batarya hissəsi də, sürətlər qutusu da qidalanması birinci növbədə bataryadan demək olar ki, başlanğıcdır. Siz batariyaya düzgün xidmət göstərsəz, daxili yanma da, sürətlər qutusu da vaxtında kilometraja əsasən olaraq xidmətləri göstərsəz, heç birində problem olmayacaq. Onların bataryaları deyərəm daha dözümlü, yanğına və zərbəyə, izolasiyası daha düzgündür. Onlarda batarya atlı olduğu üçün çox insanlar elə fikirləşir ki, sudan keçəndə problem olacaq. Bir də ki, ən çox bizim tamaşaçıları narahat eləyən məsələlərdən biri bu elektromobil elektriklə işləyən avtomobillərin yanma riskidir ki, bunlar deyirlər ki, yay fəslində daha tez alışır, daha tez yanmaya meyillidir. Bu nə dərəcədə doğrudur? Yay aylarında isti günəş altında saxlamağı daha çox məsləhət tövsiyə görünmür. İstehsalçı tərəfindən belə də bu deyilir ki, ümumiyyətlə olaraq onların zaryadkaya qoyulması, bataryanın qidalanması olmalıdır. 80-90%, qədər yığsan qənaət edir. Gecədən taxıb səhərə qədər qalması normal deyil. Onlarda zavodskoy gələcək zəif yerləri ABS sistemlərindədir. Ten blok deyilir yəni onlara. Onlarda da izolasiyasında biraz problemlər olur. Onları da vaxtında xidmət göstərmək olar. Əgər siz istəmirsinizsə ki, servisə, usta yanına yaxınlaşasınız, əvvəlcədən bilən, özünə güvənilən rəsmi olaraq servislərin özünə yaxınlaşırsınız ki, bizim avtomobildə bu cür problemlərin qarşılaşmamaq üçün nə etməliyik? Yəni biz buna necə düzgün xidmət göstərməliyik? Və o halında da əlbəttə ki, onun qarşısını almaq mümkündür ki, sizdə o cür problemlər olmasın. Tural usta, ümumi belə deyək də, bu gün avtomobil almağı düşünənlər, hansı ki, məsələn, ümumiyyətlə heç avtomobili olmayıb, ilk dəfə avtomobil almaq istəyir və bu niyyətdədir və sən o tip sürücülərə, ondan sonra məsəl üçün ümumiyyətlə avtomobilini satıb yeni avtomobil almaq istəyir. Onlara nə məsləhət görərsən, nə tövsiyə eləyərsən? Bugünkü günü, yəni Azərbaycan avtomobil bazarında hansı avtomobili alsa, həm xərclərdən əlavə çıxacaq xərclərdən özünü sığortalaya bilər, həm də ki, uzun müddət o avtomobili idarə eləyə bilər. Mən 15 ildən artıq yuxarıdır ki, bu işlə məşğuluq, avtomobil biznesində, yəni avtomobil sahəsindəyik, usta kimi, ekspert kimi xidmət göstəririk. İlk olaraq bir 10 il bundan əvvələ qayıtsaq, yeni müasir olacaq avtomobillər var ki, hər il dövr dəyişir də. Müəyyən bir illərə, müəyyən bir dövrə əsasən olaraq gələn yeni avtomobil, yeni nəsil avtomobillərin hər biri çıxdığı halda hamı fikir bildirib ki, bu maşınlar problemlidir.
Məsəl üçün ad marka indi Bəli. burada demək olmur. Yox. Amerikan maşınları olsun, Avropa maşınları olsun, hamısı bir-bir gələndə hamı deyirdi ki, bu maşınların zəif yeridir, problemlər var, birazdan sonra hamı hər kəsin əlində qalacaq. İndi də bugünkü gündə bazarda rol oynayacaq elektromobillər Çin maşınlarıdır. Hamı da onlardan alır. Çünki bilirsiniz niyə? Heç kim onlardan başa çıxmır. Amma bir müddətdən sonra, 2 ildən, 3 ildən, 1 ildən sonra artıq onun ustaları, professional ona xidmətlər artandan sonra, onların ehtiyac hissəsi artıq əlimizdə olandan sonra hamı başlayacaq ki, bunun kimi gözəl maşın yox idi. İndi Bəli, bax, məsləhətdir, alıb sürə bilir. Mən özüm də şəxsən avtomobildən də bax, istifadə edirəm. indi deyirsən onun xərclər məsələsini dedin, ehtiyat hissələri Bəli. məsələsini dedin. Bugünkü günə Azərbaycan avtomobil bazarında bu belə deyək də elektromobillərin ehtiyat hissələri nə dərəcədə tapılandı? Deyərdim ki, 80%, 85-90% tapılır. Elektromobillərin demək olar əksəriyyətini tapmaq mümkündür. Redki elə bir hallarda ola bilər ki, son bu bir 6 ayda, 5 ayda, 1 ildə deyərəm. Bəzi yeni avtomobillərimiz var ki, onların biraz çətinliyi var, onu da gətirmək mümkündür. Bir avtomobil eksperti olaraq rahatçılıqla məsləhət görürsən ki, komfort baxımından, rahatçılıq, ekonom, bəli, bu baxımlardan Bəli. rahatçılıqla elektromobilləri alıb sürə bilərlər. Bəzi təhlükələr özü deyir. Manevr edəndə bəzi təhlükələrdən sizi qoruyur. Çox da, çox, yəni ağıllı sistemdir. Tural, təşəkkür edirəm dəyərli fikirlərin üçün sənə. Biz də Çox sizə sağ ol, təşəkkür edirik, minnətdaram. çox sağ olun. Gözəl fikirlər Allah oldu sizlərə də məncə. arzusunda olan maşınları qismət eləsin, ondan yaxşısını da. Mən də sizə təşəkkür